Qeyd edək və gələk Qurbanberdiyevə, digər Qurban adaşa. Deməli, o boyda Ruben Kazanı çalışdır, get Barcelonanı səfərdə məğlub elə, o cür çətin Avrokuboklar oyununa çıx. Yəni, kənardan sakit otur, əlində təsbihini fırlat, nə bilim, dualarını oxuya-oxuya, gəl o boyda Qurbanberdiyev ol, Qurbanberdiyev deyə bəzən deyirlər, niyə Qurban deyirsən, Qurban. Qurbandır, eyni addır da, yəni. Sadəcə olaraq, ilk karyerasında, məşqçilik karyerasında ilk qırmızı vərəqəsini alıb. Təsəvvür elə, orada o gərginliyi hər birimiz gördük və oyundan sonra mətbuat konferansında da bunu deyib və xüsusilə deyib ki, düşünürəm, layiqli qələbə qazandıq. Bəlkə o aqressiya, o gərginlik də futbolçulara əlavə motivasiya da verə bilər. Xaricdən bir Fatih Terim nümunəsi vardı. Orada dava salardı, göndərirdilər tribunaya, komanda coşurdu. Onu Fatih Terim üçün oynayırdılar. Və orada mən hiss elədim ki, görüşün baş hakimi Elçin Məsiyevə nələrsə deyildi. Deyirlər, adamsan adamlığın olsun, bu boyda Qurbanberdiyev gəlib bura. Tariximdə ilk dəfə qırmızı almışam və kim verib mənə bunu? Azərbaycanda Elçin Məsiyev. Yəni, güman ki, orada həddindən artıq etiraz var idi. Bilməm, indi bu qırmızı vərəqəlik deyil, buna mən qarışmıram. Amma Qurbanberdiyev, yəni məncə karyerasındakı ən çətin, ən enişli, yəni bilirsiniz, çətinliyi düzdür görüb, əlbəttə ki, o nə qədər çətinlik görmüş insandır. Yəni bu yaşında ən çətin dönəmlərini bəlkə də Turan Tovuz yaşayır, çünki Azarkeş Avrokubok gözləyir, amma komandanın oyunu o deyil və heyət də o deyil. Bəli, oyunu yəni, məsələn, bəxti gətirib ki, Turan Tovuzun və Allah Taala oradakı azarkeşlərin üzünə baxıb ki, bu mövsüm nə Sabah, nə də Neftçi nəticə qazana bilmirlər. Yoxsa Turan Tovuza imkan verməyəcəklər. Qurbanberdiyev orada olsa da olmasa. Alternativləri də yoxdur. Yoxdur, çox zəif heyətdir, çox zəif heyətdir. Yəni, bu, əgər Avrokuboka bu formada gediləcəksə, heç gedilməz. Yəni, bilirsiniz, Avrokuboklara düşdün, vəssalam, bundan sonra çətin. Ən azı Avrokuboklara